Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən kəskin hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən fevralın 5-nədək Respublikanın müxtəlif bölgələrində hava şəraiti kəskinləşəcək. Güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış və qar yağacağı, havanın temperaturunun isə xeyli aşağı düşəcəyi gözlənilir. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Güclü külək zamanı yüngül konstruksiyalı tikililərin, müvəqqəti qurğuların, bina və iri reklam lövhələrinin yaxınlığında dayanmaq tövsiyə olunmur. Həmçinin elektrik dirəkləri, naqillər və hündür ağacların altından uzaq durmaq vacibdir. Küləkli hava şəraitində yanğınların söndürülməsində çətinliklər yarana biləcəyini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir. Soyuq havalarda qaz və elektrik qızdırıcılarından istifadənin artdığını nəzərə alan Nazirlik bu cihazlardan istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edir. Nasaz standartlara cavab verməyən və ya küstar üsulla hazırlanmış qızdırıcılardan istifadə edilməməli, elektrik şəbəkəsi artıq yüklənməməli, işlək vəziyyətdə olan cihazlar nəzarətsiz buraxılmamalıdır. Dəm qazı təhlükəsinə xüsusilə diqqətli olmaq lazımdır. Bundan əlavə, dağlıq və dağətəyi ərazilərdə yaşayan vətəndaşlara zəruri olmadıqca yaşayış məntəqəsini tərk etməmək tövsiyə edilir. Məcburi hallarda isə hərəkət marşrutu barədə yaxınlara əvvəlcədən məlumat verilməli, avtomobilin texniki vəziyyəti yoxlanmalı və kifayət qədər yanacaq ehtiyatı təmin olunmalıdır. Qar uçqunu riski olan ərazilərdən, xüsusilə dik yamaclardan uzaq durmaq və hava qaralmadan geri qayıtmaq məsləhətdir. Unutmayaq ki, təhlükəsizlik qaydalarına əməl etməmək ciddi fəsadlara səbəb ola bilər. Fövqəladə hal zamanı 112 nömrəsinə zəng etmək lazımdır.